Mirələm müdaxilə. Top yan xəttdən meydanı tərk edir. Az öncə İbrahimin təhlükəli qapıya zərbəsi var idi. Qapıcı topu qaytardı. Qapı xəttinə keçməyə imkan vermədi. Hücum sağ cinahdan davam edir. Qapıya zərbə. Sağ cinahdan da hesab 3-2. Qurtuluş futbolçuları 3-cü topu vururlar. Qapıçının səhvini demək olardı burada. Ömər biraz uğursuz çıxış elədi. Həvəsdən düşməmək lazımdır. Emir gəl. Doğru. Bir eləmə kömək elə, təkdir. Krallar futbolçularının heyətində əvəz etmək. İsayev Emil'in yerinə Əskərli Hüseyin daxil olur. İbrahim topu başlayır. Səfərli Hüseyin Əskərli Hüseyinlə oynadı. Qeyri-dəqiq ötürmə. Əskərli Hüseyin iki rəqibin arasından keçdi. Əskərli Hüseyin sağ cinahla irəliyir. Bir rəqibini keçdi, ikincini bitirdi topu. Elşad qapıya zərbə. Cərimə zərbəsi Səfərli Hüseyinlə göbud oyun. Əskərli, arxaya qayıtma, ancaq qal qabaqda. Hakim cərimə zərbəsi təyin edir. Əskərli, qabaqda qal. Doğru. Lap orada oynama. Rus kömək elə, yaxşı? Qapıya zərbə. Təhlükəli zərbə idi. Top qapı xəttini tərk edir. Ömər Elşadla oynadı. Elşad bir rəqibini keçir. Qayda pozuntusu. Krallar futbolçuları cərimə zərbəsi ilə topu meydana daxil edəcəklər. Doğrudan sağa ötürmə Hüseyin. Hüseyindən Mirələmə. Mirələmdən divar ötürməsi Əskərli Hüseyin. Gəl, hara gəldin yaxşı? Qeyri-dəqiq ötürmə. Doğrul topu ələ keçirdir. Elşadla oynamaq cəhdi alınmadı. Əskər ortaya. Və qal qabaqda. Sıx indi. İndi sıx. Sıx. Əskərli Hüseyinlə pressing. Səfərli Hüseyin. Ay dostum, sıx deyəndə möhkəm qaç da. Yan xəttdən top meydanı tərk edir. İbrahimdən oynadı. İbrahim. Out. Bir dələ, tez elə. İbrahim yaxından. Ha? Elşaddan zərbə və qapıçıdan qaydan top İbrahim topu ələ keçirdir. Alt xəttindən Krallar futbolçular topu meydana daxil edir. Səfərli Hüseyinlə. Səfərli Hüseyin bir rəqibini keçdi. Ötürmə Elşada. Elşad bir rəqibini keçdi. Toğrul topu ələ keçirdir. Qapıya zərbə cəhdi top. Qapı xəttini tərk edir. Sarsız hesabsız gol epizodlarını istifadə edə bilmir Krallar futbolçuları. Birinci topun qəbulu yaxşı idi. Sərbəst zərbə Krallar futbolçuları vuracaqlar. Meydan mərkəzinin keçdiyinə görə top. Birdən qapıya gedir. Qapıya, hə. Elşaddan ötürmə. Elşad bir rəqibini keçdi. Qapıya zərbə cəhdi alınmadı. Səfərli Əskərli Hüseyin zərbə. Yenə qeyri-dəqiq. Başına. Yenə top mərkəz xəttini keçdiyinə görə sərbəst zərbə. Krallar futbolçular sərbəst zərbə ilə topu meydana daxil edəcəklər. Əskərli Hüseyin topun arxasındadır. Ötürmə Elşada. Elşad uğursuz top qəbul oldu. Elşad bir rəqibini keçdi. İkinci rəqibini keçdi İbrahimə. İbrahimlə kücdən zərbə olmalıydı. Kücdən zərbə. Oyna. Xeyr, hakim qapıdan zərbə Əskərli qal burada. təyin edir. Elşad qal. Səfərli qal. Əskərli! Hüseyin sona qədər mübarizə aparır və topu rəqibindən almağı bacardı. Bir rəqibini keçdi, sağ silahla irəliyir. Çox təhlükəli hücum izləyə bilərik. Üçüncü rəqibini keçir, ötürmə. Elşaddan zərbə və gol! Balayev Elşad üçüncü qolu vurur, hesabı bərabərləşdirir. Səfərli Hüseynin xüsusi reydi. Yenə bu qələbələrini 44 günlük müharibədə həlak olmuş şəhidlərimə həsr edirlər.
və hesabı bərabərləşdirirlər. Hesab 3-3. Səfərli Hüseynlə möhtəşəm Gel. fərdi reyd 2 rəqibini keçdi. Bu qolun demək olar ki, elə yarısını Səfərli Hüseyn kazanmıştı. Öz sevdiğin yere. İbrahim bəs. yenə pressing, Pirallah futbolçularından pressing. Kim? Akıra kim oynuyor? Mirələm qarşılamağa hazırlaşır və qarşılayır. İbrahim, Hüseyn topu Mirələm topu yan xəttdən çıxardır. Out qurtuluş futbolçularının. Sen kal burada. Kal burada sığ. Hara geçsin. İbrahim topu qarşıladı. Zərbə uğursuz oldu. Komandan qalkiberi Ömər topu qapı xəttindən meydana daxil edəcək. Mirələmlə başladı. Eskerli. Sağda santimişem. Ömərdən Mirələmə, Mirələmdən Əsgərli Hüseynə, Hüseyn. İbrahim gel. İbrahim gel. Yaxşı. Ha. Toğruldan mükəmməl ötürmə, qəbul biraz uğursuz oldu. İbrahim. İbrahim gir. Cərmə zərbəsi təyin edir hakim. Qurtuluş futbolçuları cərmə zərbəsilə topu meydana daxil edəcəklər. İki dəfə. Gel ortaya. Təhlükəli ola bilər cərmə zərbəsi. Qapıya zərbə və qeyri-dəqiq zərbə. Sen gel. Gel Top yeri ver. qapı xəttinə meydanı tərk edir. Qapı zərbəsi ilə oyun davam edəcək. Eşitirsən? Buranı keçəndən sonra içəridə. Yaxşı. Hüseyin. 1-2 ortaya qapıyı yoxla. Mirələm topu qəbul edir. Başta boştu burada. Mirələmdən Toğrul tələsəri topu. İbrahimdən ötürmə. Qəşəng, əla bir ötürmə. Hüseyn topa çata bilmədi. Yan xəttdən top meydanı tərk edir. Başını saxla, bax. Hadi. Neydi yok oğlum neydi yok. Oynama. Sık askeri, sık. Əsgərli Hüseynlə pressing. Toğrul. Yaşa. Akıra kimi. Aferin. Sen topa git. Qapıya zərbə və 7 nömrəli futbolçusu Qurtuluşun uzaqdan mükəmməl zərbə ilə hesabı 4-3-ə çatdırır. Hesab 4-3 Qurtuluş futbolçularının xeyrinədir. Ömer. Ayıl da. Dedim sen. Məmməli Hüseyndən Elşada. Elşad sol cinahla irəliyir. Bir rəqibini keçdi. İkinci rəqibi təkbətək. Üçüncüdən zərbə. İbrahimlə divar paslaşması oynadılar. Effektiv bir hücum ola bilərdi. Lakin müdafiəçi son anda müdaxiləsi. Üçüncüdən zərbə. Əsgərli Hüseyn topu oyuna daxil edəcək. Toğrul qapı zərbəsi. Gel geri be, gel geri be. Bir dəqiq oldu. Askeri sen kal burada. Amma. Eşidirəm. Ha balam. Sağ cinahda Qurtuluş futbolçularının hücumu davam edir. Ortaya ötürmə. Toğruldan müdaxilə. Əsgərli Hüseyn topu ələ keçirməyə çalışır. Toğrul topu ələ keçirdir. İlerləməyə çalışır. Hüseyn ötürməsi Elşada çatmadı. Top qapı xəttini tərk edir. Əsgərli Hüseyn əvəzinə 9 nömrəli oyuncusu Səfərli Hüseyn meydana daxil olur. Elşad bir rəqibini keçməyə çalışır. Keçə bilmir rəqib oyuncunu. Sağ cinahdan ilerləməyə hazırlaşır. Toğrul topu qəbul etdi. Səfərli Hüseyni gördü. Ötürməsi qeyri-dəqiq.
Hüseyin'dən Elşada. Elşad rəqibini keçməyə cəhd edir. Top yan xəttdən meydanı tərk edir. Xatırladaq, hesab 4-3 Qurtuluş futbolçularının xeyrinədir. Doğru. Yaxşı ki. Atı Səfər atı. Topu ələ keçirdi. Elşad doğru. Dalını gətir. İbrahim rəqibini keçdi. İtirir topu. Buraxma Təhlükəli Aldara. zonada topu itirir. İrəli ötürmə. Səfərli Hüseyin pressing etməyə çalışır. Yan xəttdən top meydanı tərk edir. Gəl, kolu Yan gəl. xəttdən Səfərli Hüseyin ötürməsi. Qapı xəttindən top meydanı tərk edir. İbrahim Elşad topu qəbul edir. Ötürməsi yenə müdafiə xəttindən top keçmir. Bırakma. Geldi Ömer. Ömər topu tutur. Mirələmdən Səfərli Hüseynə. Səfərli Hüseyn rəqibini keçməyəcəkdi. Bir tane var. Gün zərbəsi. 5 dəqiqə qalır. Gün zərbəsi Qurtuluş futbolçuları daxil edir. Mirələm topu qarşılayır. Gəl qabağa. Oyunun bitməyinə təxminən 10 dəqiqə qalır. Yenə ötürmə, toxunmayan oyuncu olmadı. Toğrul sağ cinahla irəliləyir, lakin topu saxlaya bilmir. Top yan xəttə meydanı tərk edir. Elşad topu ələ keçirdir. Ötürməsi. Geçti. Elşad köməyə yiyəsən bək ona. İbrahim'ə top ələ keçirməyə çalışdı, alınmadı. 7 nömrəli şut Fərdi Reydi. Cərimə zərbəsi. Təhlükəli mövqedən cərimə zərbəsi. Təhlükəli cərimə zərbəsi Qurtuluş futbolçularından. Çox təhlükəli mövqedə qayda pozuntusuna yol verdi Allah futbolçu. Qapıya zərbə, qeyri-dəqiq zərbə. Hüseyin, gol lazım. Gol. Yaxşı. Ömər topu meydana daxil edir. Səfərli Hüseyin rəqibini keçməyə çalışır. 2 oyuncu Mirələmdən top itkisi. Ömər onu sığortaladı. Rəqibini keçməyə çalışdı. Top itkisi. Ömər komandasını golda xilas edir. Elşada ötürmə İbrahimdən. Elşad sol cinah ötürməsi Səfərli Hüseynə. Səfərli Hüseyin bir rəqibini keçir, ikinci rəqibini keçməyə çalışır. Yan xəttdən top meydanı tərk edir. Out. Krallah futbolçularındır. Soka düşdün yenə. Müdafiə xəttindən çıxırlar, sürətli əks hücum. Ömər topu qarşıladı, Əsgərli Hüseyin ötürmə. Yaxşı. Ötürməsi Səfərli Hüseynə çatmadı. Yaxşı. Yazıb qrupada yazıb. İbrahim elə də olur bir başa. İbrahim qaldır, sən qal. Gəl də olur. Neçə uşaq qaldı sənin yanında? 3 əfəndi. İndi gözdə Şamxala deyirik, gözdə. Bildim. Səfərli Hüseyndən gol! Səfərli Hüseyin hesabı bərabərləşdirir. Hesab 4-4. Yenə qol sevinclərini 44 günlük zəfər gününə və şəhidlərimizə, qazilərimizə həsr edir Allah futbolçuları. Hesab 4-4. Oyunun sonlarına az qalıb. Yan xəttdən top meydanı tərk edir. Əsgərli Hüseynlə qapıya zərbə, amma gücdən zərbə.
Yan xəttdən Elşad topu meydana daxil edəcək. Ha. Səfərli Hüseynlə